Salam, gəlin bir illüstrasiyaya baxaq. Bir pasiyent həzm sistemi orqanlarının müayinəsi üçün həkimə müraciət edir və həkim ilk olaraq tibb bacısından onun ağız suyunun sınaq şüşəsinə yığılmasını istəyir. Pasiyentə televizorda səssiz qida reklamı göstərilir. Ağız suyu yığıldıqdan sonra A sınaq şüşəsinə əvvəlcə müəyyən miqdarda nişasta, tropik temperaturda saxladıqdan sonra isə yod məhlulu əlavə edilməsi deyilir və bu təcrübə nəticəsində həkim ağız suyu tədqiq olunan fermentini öz funksiyalarını lazımi miqdarda yerinə yetirdiyini müəyyən edir. Sonra B sınaq şüşəsinə də lizosom aktivliyi tədqiq edilir. Bu da lazımi qədər normadadır. Aktivliyi normadaymış. Gəlin 28-ci suala baxaq. Deyir, nəyə əsasən həkim A sınaq şüşəsi ilə bağlı nəticəyə gəldi? Cavabınızı əsaslandırın. Burada A sınaq şüşəsində nişasta əlavə edib də, elə deyil. Ağız suyunda biz bilirik ki, karbohidratlar həzmə uğrayırlar. Belə çıxır ki, əgər həzmə uğrayırsa, onda bir müəyyən bir vaxt sonra nişasta orada olmamalıdır. Yod da nişastanın təyin edicisidir ki, göy rəngli məhlul alınır yodu tökdükdə. Deməli, bu yodu tökdükdə heç bir göy rəngli məhlul alınmayıb deyə artıq həkim təyin edib ki, ağız suyu nişastanı həzm edə bilib. Daha doğrusu, yəni həzmə uğrada bilib. Ona görə cavabımız bu olacaq. Həkim tərəfindən B sınaq şüşəsində tədqiq edilən maddə hansı üzvü birləşmələrə aiddir? Bu üzvü birləşmələr insan hüceyrəsinin hansı üç müxtəlif orqanizmdə sintez oluna bilər? Cavablarınızı əsaslandırıb yazın. Birincisi, lizosimlər zülalları parçalayır. Ona görə zülal aid olacaq bura. İkincisi də deyir, bu üzvü birləşmələr insan hüceyrəsinin hansı üç müxtəlif orqanoidində sintez ola bilər? Birincisi, dənəli epeşedə, endoplazmatik şəbəkədə, sonra təbii ki, ribosomda, bir də mitoxondriyada sintez oluna bilər. Bu da digər cavabımız. 30-cu suala baxaq. Deyir, pasiyentə televizordakı reklam nə məqsədlə göstərilmişdir? Təbii ki, ağız suyunun ifrazının artırılması səbəbilə göstərilmişdir. Bu zaman hansı reflekslər, hansı qrupu müşahidə olunurdu? Orada reflekslərin hansı qrupu müşahidə olunurdu? Burada şərti refleks olar. Çünki o qidanın dadına baxıb deyə qidanı gördükdə artıq onda qidaya qarşı ağız suyu ifraz olunur. Əgər qidanın dadını bilməsəydi, təbii ki, ifraz olunmayacaqdı. Pasiyentin müayinə olunan orqan sisteminin fəaliyyətini tənzimləyən baş beyin şöbəsi adı həzm sistemini tənzimləyən uzunsov beyin və şəkildə hansı rəqəmin göstərdiyini müəyyən edir. Təbii ki, şəkildə 5 yox. Burada 4 olmalıdır və 4 görsənmir. Hikməsə 4-də olmalıdır. Burada 4. Digərlərinin adına baxaq istəyirsiniz. Burada ara beyin var. Bura orta beyindir. Bura beyincikdir. Burada da nə vardır? Körpüdür. Varol körpüsü deyirik buna. Körpü vardır. Bu da uzunsov beyindir. 4 uzunsov beyindir. Bu qədər.